Attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanı yaradılacaq. Mədəniyyət Nazirliyindən verilən məlumata görə attestasiyadan keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək. Həmçinin yaşı 60-dan yuxarı olan təhsil verənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır. Nazirlikdən bildirilib ki, attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Bu müəllimlər işə qəbul imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər. Attestasiyada ən yüksək nəticə göstərən 2 nömrəli 11-lik musiqi məktəbinin müəllimləri isə prosesin rahat keçdiyini qeyd ediblər. Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilib. Növbəti attestasiya may ayında keçiriləcək.